Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. İnşallah bu gündən etibarən Azərbaycan dili DİM test toplusu 2025-ci il nəşri 9 illik vəsaitin izahına başlayırıq. Əgər videolar sizin üçün faydalı olarsa, siz də bizə dəstək məqsədi ilə videoları bəyənib, paylaşıb, kanala abunə olmağı unutmayın. İnşallah vaxt fürsət olduqca bu mövzuları ardıcıl olaraq izah edib kanala yerləşdirməyə çalışacağıq. Birinci mövzumuz fonetika mövzusudur. Birinci sualdan başlayaq sualın izahına. Sual 1. Sonu eyni cinsli qoşasamitli sözlər neçə hecalı olur? Eyni cinsli qoşasamitli sözlər deyərkən, məsələn, sir, xət, bu kimi sözlər nəzərdə tutur. Təbii ki, bunlar da bir hecalı olur. Gördüyümüz kimi bir saitdən ibarətdir. Yəni bir hecadan ibarətdir. 2. Hansı sözdə dodaqlanmayan incə saitlərin ahəngi var? Dodaqlanmayan və incə saitlər iki şey istəyir bizdən. Dodaqlanmayan olsun, həm də incə olsun. Üzümçülər sözündə ü dodaqlanandır. İqtisadiyyat sözündə a qalındır. Darıxdırmaq sözündə a qalındır. Ətirli sözündə həm dodaqlanmayandır, həm də incədir. Zümrüd sözündə ü dodaqlanandır. Ona görə cavab D variantı. 3. Cərgələrin birində Q, G hərfi ardıcıl olaraq Q, Q, X, K səslərini ifadə edir. Müşfiq sözündə Q, K-nı ifadə edir. Q, K-ya çevrilir. Bizdə birinci şərt budur ki, Q olsun. Ona görə elə bunu silirik. Üfüq xətti sözündə birinci Q elə Q, burada K hərfini ifadə edir. Burada K hərfini ifadə edir, ona görə bunu da silirik. Megafon sözündə Q hərfini ifadə edir. Haqqında birinci Q K-ya çevrilir, ikinci Q olduğu kimi qalır. Burada da şərtimiz pozulur. X və X səslərini ifadə etməlidir. Qoçaq sözündə Q olduğu kimi qalır. Birinci şərt ödəyir. İkinci Q-ya çevrilir, düzdür. Qoçaq oğlan, otaqsız, burada da X-ya çevrilir. Burada da K-ya çevrilir. Məqsəd olur. Cavab D variantı. Aşiq burada K-ya çevrilir, ona görə yanlışdır. 4. Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçə artırdıqda Q-ğı K-ya əvəzlənməsi baş vermir? Bu əsasən alınma sözlərdə olur. Bunu yalnız sözləri artırmaqla biz müəyyən edə bilərik. Xüsusi bir qaydası yoxdur. Sümüyün, otağın, çarığın, kəpənəyin, çiçəyin, yarpağın, qoruğun, ürəyin, tülüyün, şəfəyin görürsüz olmur. D variantı. Eyni sualdır. Üfüqün, ürəyin. Baxın, ürək sözündə olur, üfüqdə olmur. Əmlakın, buruğun, buruğda olur. Qalstukun, dialoqun, bunların heç birində olmur. Əlcəyin, darağın, çiçəyin, qapağın, görürsüz, olur. Bunlarda baş vermir. Yenə eyni sualdır, baş vermir soruşur. Q-ğı K-ya əvəzlənməsi baş vermir. 6-cı sual. Ələyin, məntiqin ələkdə baş verir. Qapağın, küləyin baş verir. Kiçiyin, qatığın baş verir. Təbrikin, moruğun baş verir moruqda. Monoloqun, şərikin baş vermir. B variantı. Tərkibində yalnız cingiltili samitlərin işləndiyi sözləri müəyyən edin. İldırım, yanğın. Deməli, ildırım və yanğın sözləri. Cavabımız elə A variantı olacaq. Bəli, burada heç bir kar samit yoxdur. Ümiddə D T-ya çevrilir, Q X-ya çevrilir. Sarayda S var. Ağacda Ç-ya çevrilir, bulaq X-ya çevrilir. Daşqında Ş var. Ona görə bunları götürmürük. Demək, cavabımız A variantı. 8. Saitlə başlanan şəkilçə artırdıqda hansı sözdə K-yi əvəzlənməsi baş vermir? Cavabımız burada B variantıdır. Daşkəsəyin, yəni kürəyin, dirliyin, dirsəyin, ensiklopedikin olur. Yəni baş vermir. Ensiklopedik daha doğrusu. Ensiklopedikin baş vermir.
9. Saitlə başlanan şəkilçə artırdıqda hansı sözdə k-yi əvəzlənməsi baş verir? Satirik, satirikin, əmlakın, şərikin, aptekin, ev eşiyin Y variantında baş verir. Hansı sözdə saitlə başlanan şəkilçə artırdıqda qığıya keçmir? Sınığın, vərəqin, qığıya keçmir, vərəqin. Olmur ki, fıstığın, fıstığın olur, firavanlığın, udlağın. Cavab D variantı, vərəqin olur. Hansı sözə saitlə başlanan şəkilçə artırdıqda qığıya keçmir? Qaynağın, qonağın, yaxşılığın, qulağın, monoloqun olur. B variantı. İmtahanda yüksək bal toplayan azaddır cümləsindəki hansı sözlər cingiltili samitkar tələffüz olunur? Təbii ki, burada d-tıya çevrilir. 5-ci. Hansı sözdə uzun tələffüz olunan bir sait vardır? Amiranə 2 dənədir, malikanə 2 dənədir, nalayiq 2 dənədir, naməlum, naməlum daha doğrusu A uzanır, laməkan bir dənə A uzanır. Hansı sözdə uzun tələffüz olunan bir sait var? Sabiranə, mərdanə. Cavab B variantı. Acizanə, adilanə, şairanə. Cavab B variantı. Hansı sözdəki q hərfi q səsinin kər qarşılığını ifadə edir? Nöqsan olacaq, nöqsan. Cavab A variantı. Qonaq x-ya çevrilir. Məqalə olduğu kimi, təqaüd olduğu kimi, maqnit olduğu kimi. Hansı sözdəki q hərfi q səsinin kər qarşılığını ifadə edir? Təqsir olacaq, təqsir. Aşıq, qoşqu olduğu kimi, qırqovul, aqil olduğu kimi. Cərgələrdən birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sait var. Həqiqət, abırlı, gümüş yoxdur. Təsadüfən, təsadüfən, burada da vurğudur, uzanma deyil. Xatirə, bu da qapalı deyil. İncə yoxdur. Kuzə, ərazi, burada qapalı uzanmır, silirik. Bivəfa, xəlifə, səbuhi. Cavab Y variantı. Hansı sözlərdə qalan saitlərin hamısı iştirak etmişdir? Qapı, quzu, o yoxdur. Sarı, çoğun, burada hər biri iştirak etmişdir. Bəli. Odun, polad, məsələn, burada I yoxdur, burada A yoxdur, burada I yoxdur. K səsinin tələffüz edildiyi sözü müəyyən edin. Qaymaq, X kimi tələffüz olunur. Q, kəpənək, xaşdirik kimi tələffüz olunur. Nöqsan, cavab C variantı. Çörək, xaşdirik kimi, maqnit olduğu kimi. K səsinin tələffüz edildiyi sözü müəyyən edin. Fitnəkarlıq, X kimi, mütəkkə, G-yə çevrilir. İnikas, K kimi, fantastik, K kimi tələffüz olunur. Təqvimdə olduğu kimi. Hansı sözlərin tərkibində dodaqlanan sait iştirak etməyib? Dodaqlanan sait hansılardır? O, U, Ö, Ü. Testlərdə bunları mütləq yazmaq lazımdır. Deməli, hansı sözlərin tərkibində dodaqlanan sait iştirak etməyib? Günorta iştirak edib, dalğınlıq iştirak etməyib, burada iştirak edib. Acizlik, acizlik sözündə iştirak etməyib. İştirak etməyib, biz götürürük. Təmirçilər iştirak etməyib. Deməli, 2, 4, 5 cavab D variantı. Sonra, eyni cinsli qoşa samitli sözlərin hansında qoşa kar samitlərin ikincisi cingiltili tələffüz olunur? Cavab burada C variantıdır. Şappıltı olacaq. Şappıltı. Məşəqqət, münəccim, rəssam, şəffaf olduğu kimi qalacaq. 23. Eyni cinsli qoşa samitli sözlərin hansında qoşa kar samitlərdən ikincisi cingiltili tələffüz olunur? Burada B variantıdır. İkinci T-dıya çevriləcək. Tənəffüs, qüvvə, hissə, diqqət olduğu kimi qalacaq. Saitlə başlanan şəkilçə artırdıqda hansı sözdə qığ əvəzlənməsi baş vermir? Pambığın, həssaslığın, ispanağın, ocağın, üfüqün olacaq.
Burada da 25 saat ilə başlanan şəkil sartıda hansı sözə q əvəzləməsi baş vermir? Aşığın, yarpağın, otağın, torpağın, aşiqin olacaq. Sonundakı cingiltili samiti kar qarşılığı əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyən edin. Yağ, yax, yaxmaq feili, həsəd, həsət olmur, baxmaq olur, ağac olmur, rəng, kar qarşılığını əvəz edən rəng olmur, qəlb amma var, yəni bir olmadığına görə silirik. Qəlb var, p ilə əvəz etsək, bunu da kar qarşılığı t ilə əvəz etsək, sənət də var. Qəlb bildiyimiz kimi ürək, qəlb mənasında, qəlb saxta mənasında, sənəd kağız-çuğuz, sənət isə peşə mənasında. Cavab D variantı. Servis olur, amma palas olmur. Ona görə silirik. Daha sonra 27. Sonundakı cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyənləşdirin. Cəng olmur, alaq olmur, düz olmur, tax olur, sax olmur, ot olur, yax olur. Ot da olur, yəni ot da olur, yağ da olur, yax da olur. Daha sonra d səsinin 2 dəfə işləndiyi sözü müəyyən edin. Deməli, dəstədən, daha doğrusu t-dıya çevrilir, dəstədən olur 3 dənə, axtarışdadır, bu da d-ya çevrilir, 3 dənə olur, şabalıddan, şabalıt olur, dövlətdi, 2 dənə d olur burada. L-dıya çevrilir. Palıddan, burada da bir dənə d olur. Tələffüzə baxırıq. D səsinin 2 dəfə işləndiyi sözü müəyyən edin. Yaddardan, yaddardan 3 dənə olur. Dalandan d-yə çevrilir. Bir dənə olur. Dəhşətdi, dəhşətdi. L-dıya çevrilir. 2 dənə cavab C variantı. Dəstədən 3 dənə d olur, t-dıya çevrilir. Polad, d-tıya çevrilir, bir dənə d olur. Xaçtrik səsinin 2 dəfə işləndiyi sözü müəyyəni şəriklik. Cavab A variantıdır. Şərik sözü alınma sözdür, şərikdə keçməyəcək. Şəriklik olacaq, şəriklik bir dənədir. Texnik K-ya çevrilir. Çiçək, çiçəklik. İkisində də xaçtrik səsini ifadə edir. Çiçəklik. Cavab C variantı. Yelpi, burada bir dənədir. Xainlik, burada da bir dənədir. Xaçtrik səsinin yenə 2 dəfə işləndiyi söz istəyir. Mexanik K-ya çevrilir. Xörək bir dənədir. Xeyrxah burada yoxdur. Yəqinlik bir dənədir. Göyçəklik 2 dənədir. İkisi də xaçtrikə çevrilir. Hansı sözdə uzun tələffüz olunan 2 saat var? Alimanə. Cavab A variantı. Nümunə bir dənə, səadət bir dənə, şərait bir dənə, tənqidi yoxdur. Hansı sözdə uzun tələffüz olunan 2 saat vardır? Fövqəladə, malikanə. Cavab B variantı. Xaincəsinə bir dənə, yüngülvarı bir dənə, iqamətgah bir dənə. Hansı cərgədəki sözlərin hamısı qalın saitlidir? Dəyirmi incə var. Ə məsələn incədir, i incədir. Adam, kitab i incədir. Ana, əmi i incədir, i incədir. Yaşamaq sözündə isə yaşamaq, namuslu, uşaq, varlıq hamısında qalındır. Hansı sözün kökü ahəng qanununa tabedir? Deməli, söz kökündən bəhs edir. Ləyaqət sözünə baxaq. Ləyaqət tabe deyil. Ə incədir, A qalındır. Səfa sözündə səfa sözün köküdür. Ə incədir, A qalındır, tabe deyil. Əzab sözündə də həmçinin ə incə, A qalındır. Təlaş sözündə də həmçinin ə incə, A qalındır. Təmiz sözündə hər ikisi incədir. Ə də, i də. Ona görə cavabımız Y variantı. 36. Hansı sözdə birinci hecanı sətrin sonunda saxlamaq olmaz? Ov saxlamaq olar.
Mə, ətdəl saxlamaq olar. Dönüş saxlamaq olar. Mərtəbə, mər saxlamaq olar. Ürək saxlamaq olmaz. Çünki bir saitdən ibarət olan hecanı sətrin sonunda saxlamaq olmaz. Nə də o tərəfə keçirmək olmaz. Daha sonra 36-nı bitirdik də, düzdür? Bəli, 36, 37. Cingiltili qarşılığı olmayan kar samit işlənmiş sözün müəyyənliyin. Cingiltili qarşılığı olmayan kar samit hansıdır? H. Hədiyyə. Ahəng qanunu hansı sözdə pozulmuşdur? Səfirlik sözündə pozulmayıb, hamısı incədir. Çəyirdəkdə hamısı incədir. Çəhrayda incədir, qalındır. Burada hamısı qalındır, burada hamısı incədir. Ahəng qanununa tabi olan sözün müəyyən edin. Erudisiya, deməli burada tabi deyil. A qalındır, digərləri məsələn incədir. Eskalatorda incə, A qalın məsələn. Epopeyada da həmçinin. Bünövrədə, deməli bünövrədə, bəli burada tabidir, hamısı incədir. Şükufədə U qalındır, digərləri incədir. Hansı sözdə q samitinin kar qarşılığı vardır? Yəni k var. Qaranquş yoxdur, çıraq x-dır. Miqyas olduğu kimi, maqnit olduğu kimi nöqtə olacaq nöqtə. Cavab Y variantı. Deməli, bir qaydanı yadda saxlayaq ki, əsasən bu cür olur qayda. Q hərfi əgər cingiltili samitdən əvvəl gələrsə, olduğu kimi qalır. Amma kar samitdən əvvəl gələrsə, Y variantındakı kimi kar qarşılığına çevrilir. Baxın, burada kardan əvvəl gəlib. Yəni, kardan əvvəl gələndə adətən karlaşır. Cingiltidən əvvəl gələndə elə cingiltili olur. Olduğu kimi qalır, yəni. Hansı qoşa samitli sözün tələffüzü yazılışından fərqlənir? Sammit, tıqqıltı. Cavab B variantı tıqqıltı olur. Birinci q, k-ya çevrilir. Hansı cərgədəki sözlərin hamısı incə saitlidir? Sevimli, tələbə, şöhrət. 42 ilə A variantı. Mehriban, məsələn, burada A var, I var. Dost, yoldaş sözündə bunu sildi elə. Təbəssüm, şagird, qalın, incə var. Canavar, yalquzaq, yırtıcı. Məsələn, burada qalındır. Bəli, canavar, məsələn, hamısı qalındır. Sonra sahil, qalın da var, incə də var. Bizdən isə hamısı incə istəyirdi. Hansı sözdəki bütün samitlər, bəzən yəni burada, baxın, bir anlığa sanki çaşdırmaq istəyirlər. Hamısını incə istəyir. Bəzi variantda görürsünüz, incə ilə qalını bir verir. Bəzisində isə tam qalını görürsən ki, hamısını qalın verir. Adam çaşır ki, məsələn, canavar sözündə istəyirsən onu götürəsən ki, axı bu burada qarışıq deyil də, bir növ çaşdırır. Ona görə diqqət etmək lazımdır. Yəni, sadə, elementar bir şeydə görürsən ki, diqqətsizlik üzündən səhvə yol veririk. 43. Hansı sözdəki bütün samitlər kar qarşılığı olmayan cingiltili samitlərdir? Namərd deyil, məsələn, burada karlar var. Səməni, s var, məsələn, burada. Gülləbaran, nargilə. Gülləbaran söndürməkdə var. Gülləbaranda qarşılığı olmayan istəyir. B-nın qarşılığı var. C-nın qarşılığı var. Amma minarə sonor samitlərdir. Minarə normal. Hamısı sonorlardır. 44. Hansı sözdə kar samit cingiltili tələffüz olunur? Qəzet, konfet, daddı, təkəbbür. Cingiltili samit, kar samit daha doğrusu cingiltili tələffüz olunur. Hoppanmaq, hop, banmaq. İkinci p bu-ya çevrilir. Hansı sözdəki bütün samitlər kar qarşılığı olmayan cingiltili samitlərdir? Deməli, bütün söz samitlər kar qarşılığı olmayan cingiltili, yəni yenə sonorlar istəyir. Dərman, d-nın var, t-dır.
Mənalı cavab B variantı. Məhrəm. Burada məsələn H var. Məcnun C-nin kar qarşılığı var. Harınlıq Q-dır. Q-nın da kar qarşılığı var. H da kardır. Sözlərdə bizdən nə istəyirdi? Bizdən kar qarşılığı olmayan cingiltili samilər, yəni hamısı, bütün hamısı nə kar olmasın, nə də qarşılığı olan cingiltili olmasın. Sözlərdən hansında yanaşı işlənən saitlər bir uzun sait kimi deyilir? Təbii ki, bu da təbiidir. İyi düşür, digəri uzanır. Ahəng qanunu hansı sözdə pozulmamışdı? Pozulmamışdı istəyir. Deməli, İA varsa pozulub. Südabə, məsələn, Ə var pozulub. Bəyanət pozulub. Binokl burada pozulub. İ incədir, O qalındır. Apostrof sözündə isə pozulmayıb. Hansı sözdə saitlərin hamısı açıqdır? Kölgə, ovlaq, meşə. Cavab A variantı. Məsələn, İ qapalıdır. Ü, məsələn, burada qapalıdır. I qapalıdır, İ qapalıdır. Sözlərdən hansında ancaq dodaqlanmayan saitlər işlənmişdir? Ancaq dodaqlanmayan. Burada U məsələn dodaqlanandır, Ü dodaqlanandır, U dodaqlanandır, Ü dodaqlanandır, Ö də dodaqlanandır. Tabellik sözündə dodaqlanan deyil. Cavab Y variantı. Sözlərdən birinin hecalara bölünməsi yanlışdır. Qur, U, Cul, Uq. Elə A yanlışdır. Bu cür olmalıdır. Qur, U, Cul, Uq kimi bölünməlidir. Hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur? Mühit sözündə pozulmayıb. Günəş sözündə pozulmayıb. Doğruluq sözündə pozulmayıb. Axşamki pozulmayıb. Ağzı dualı qalındır. A-da qalındır, I-da qalındır. Ağılda da həmçinin. Abituriyent A qalın, İ incə burada pozulub. Katib A qalın, İ incə, A qalın. Məsələn, C variantı. Pozulub istəyir bizdən Vəli. Digərlərində pozulmayıb. Hansı cərgədə sözlərin hər ikisində ahəng qanunu pozulmuşdur? Batalyon burada pozulmayıb. Gümüş burada pozulmayıb. Türkiyə burada pozulmayıb. Avtoqraf burada da pozulmayıb. Azərbaycan sözündə Ə incədir, A qalındır. Annotasiya sözündə də məsələn A qalındır, İ incədir. Cavab Y variantı. Hansı sözlər ahəng qanununa tabe deyil? Dünən tabedir. Casus tabedir. Məsələn, biri, ikini silirik. İlbəil tabedir. Səadət tabe deyil. Zuhur tabe deyil. Daha sonra blokada tabedir. O qalın, A qalın, tapşırıq. Cavab olur 4, 5. B variantı. Sonra, hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur? Qarğıdalı pozulmayıb. Zəif pozulmayıb, hər ikisi incədir. Burulğan pozulmuşdur, istəyir. Bədii, burulğan, xeyr pozulmayıb. U da qalındı, A da qalındı. Bədii pozulmayıb. Albalı pozulmayıb. Nəşriyyatda İ incə, A qalın, İ incə, A qalın pozulub. Sözlərin hansında cingiltili samit iştirak etmir? Deməli, püstə, burada D-yə çevrilir. Burada D-yə çevrilir. Xəttat. Xəttat burada edir. Bəli, burada da D-yə çevrilir. Tənəffüs, məsələn, N var burada. Xiffət olduğu kimi qalır. Səyahət, burada da məsələn Y var. Cingiltili samit iştirak edir. Xiffət sözündə isə hamısı kardır. Qalan saitli sözlərin cərgəsini müəyyən edin.
Sərin incədir. Baba, quzu, qışlaq. Cavab C variantı. Hamısı qalındır. Üzüm. Məsələn, burada ü, i, burada i, burada i. Hansı söz kökünün sonundakı d samiti t kimi tələffüz olunur? Kəndə, kənddə. Cavab B variantı. Odlamaq olur. Yaddaş olduğu kimi, kənd olduğu kimi. Deməli, burada bunu da deyək ki, bilməyənlər qeyd eləyər. 4 dənə hərf ki var. Əsasən B, D, C, C hərfləri. Deməli, hansı hərflər? Qısaca qeyd eləyək. B, D, C, C hərfləri sözün sonunda gələrsə, özündən sonra 3 hal müşahidə olunur. 1, 2, 3. Özündən sonra ya heç nə gəlmir, özündən sonra ya samit gəlir, özündən sonra ya sait gəlir. Sait gəlir. Əgər özündən sonra heç nə gəlməsə, yaxud özündən sonra samit gəlsə, bu kar qarşılığına keçəcək. Yəni B, P kimi, D, T kimi, C kimi, C, Ç kimi kar qarşılığına. Sait gələndə isə özündən sonra saitlə başlayan şəkilçi ya söz o zaman olduğu kimi qalacaq. Olduğu kimi qalacaq. Bəli. Bu qaydaları yadda salmaq lazımdır və burada bir məsələ də budur ki, deməli bu tək hecalı sözlərə aid deyil, çox hecalı sözlərə aiddir. Məsələn, burada bəzi sözlər var ki, məsələn, kənd kimi, bunlar kənddə, baxın, burada keçir, kənddə olur. Amma bəzi sözlər, əksər sözlər, bəzi sözlərdə keçir, amma əksər sözlərdə yaddaş demirik. Məsələn, otlamaq demirik, görürsünüz. Otlamaq. Çünki burada mənada dəyişir, amma yaddaş sözündə heç məna dəyişmir. Yat. Bəli, burada da dəyişir. Əsasən, yəni tək hecalı sözlərdə yat sözündə də yad da var, yat da var. Amma tək o məna ilə də əlaqəli deyil. Yəni bir hecalı sözlərin əksəriyyətində dəyişmir. Yəni ona diqqət edin. Amma kənd sözündə dəyişir, baxmayaraq ki, bir hecalıdır. Amma yadda saxlamaq lazımdır. Daha sonra qoşa samitlərdən birinci kar, ikinci cingiltili tələffüz olunur. Deməli, burada cavab C variantı olacaq. Şəffaf, təəccüb, şiddət, xiffət. Mütəkkə. İkinci, K-G-yə çevrilir. Cingiltili samitlə başlayıb, cingiltili samitlə bitən sözlər cərgəsini müəyyən edin. Qaradinməz. Qaradinməz, bəli, cingiltilidir. Rayon cingiltilidir. Qotaz cingiltilidir. Cavab A variantı. Burada məsələn kardır. Qasid T kardır. Barmaq kardır. Həyət T kardır. Yaylaq X-ya çevrilir. Kardır və s. Son samiti kar tələffüz edilən sözlər cərgəsini müəyyən edin. Budaq, nifaq, çəkic. Cavab 60-da A variantı. Məsələn, digərlərinə baxaq. Bağ cingiltilidir, kar deyil. Bizdən deyək ki, kar tələffüz olunur, onu istəyir. Vətən cingiltili, obyektiv cingiltili, torpaq, ulduz cingiltili. Məsələn, bunlar dəyişilir, kar qarşılığına keçir, ona görə bunları demirəm. Daha sonra 61. Sözlərdən hansında uzun tələffüz olunan 2 sait var? Dəyanətdir. Bir dənə tərifnamə, 2 dənə B variantı. Afərin, leytenant, qiraətxana, bir dənə. Afərin, bir dənə. Hansı sözdə G samitin 2 qarşılığı vardır? Yəni K. Kassa, K-dır bu. Ləçək, xaşdirikdir. Çəkic. Burada elə çəkic olacaq. Marka K-ya çevrilir, seçici olacaq. Demək, 62-də cavab C variantı. Daha sonra, hansı sözlərdə uzun tələffüz olunan sait işlənmişdir? Malik, rütubət, masa yoxdur, telefon yoxdur, murad yoxdur, füzuli var, təbii var. 1, 2, 6, 7. D variantı. Sözlərin birində xaşdirik səsi işlənmir, yenilik işlənir, texnik B-K-ya çevrilir. Cavab B variantı. Yedək, gərəkli, məktəb. Baxın, burada da işlənir. Bunu qeyd edeyim, məktəb sözünün çox adam məktəb kimi tələffüz edir, amma məktəb düzgün tələffüzü bu cür götürülür.
65. Tərkibindəki cingiltili samitlərin heç birinin kar qarşılığı yoxdur. Cavab D variantı limon. Digərində məsələn Y-nin kar qarşılığı var, D-nin var, V-nin var, məruzə sözündə Z-nin var. Hansı sözdə H diksiyası var? Örpək, inikaz, K kimi delə, təkdük K-dır, çərpələng K-dır, şərik elə K-dır. Hansı sözdə uzun tələffüz olunan sait işlənmişdir? Qovun, nümunə, D variantı. Hansı sözdə uzun tələffüz olunan sait işlənmişdir? Xəzinə, A variantı. Ahəng qanunun pozulduğu uzun saitli sözü müəyyənləşdirin. Şose uzanmır, kitabxana uzanmır, ticarət, cavab C variantı İ incədir, A qalındır, ticarət A-da uzanır. Qanunsuzluq yoxdur, texnika yoxdur. Sözlərdən birində uzun sait ikinci hecadadır. Kimyagər, cavab A variantı. Sima 1-dədir, yadigar 1-dədir, heyrətamiz 3-dədir, cadügər bu da 1-dədir. İki sözlərdən birində uzun sait ikinci hecada, o da A variantı, kimyagər. Sözlərdən hansının tərkibində dodaqlanan sait iştirak etmir? Dodaqlanan saitlər O, U, Ö, Ü bayaqları qeyd eləmişdi, bir də qeyd eləyək. Burada iştirak eləyir, bağçılıqda eləmir, burada edir, eləmir. 2, 4, 5 cavab C variantı. Hansı səciyyədəki sözlərə saitlə başlanan şəkil çağırtırdıqda arıcıl olaraq qığı, kıya vəsləməsi baş verir? Qaynağın, mexanikin, qaynaqda baş verir, mexanikdə vermir. Çörəyin, ixtiyoloqun məsələn, burada baş vermir. Özdə ardıcıl olaraq deyirəm. Qaymağın, çəlləyin, cavab C variantı, texnikin baş vermir, filoloqun baş vermir. 73. Uzun saitli sözlər cərgəsinin müəyyəni mətanət, çinarda yoxdur, ifadə, kitabxana yoxdur, mirvari, səmimi, natəvan, səmimi, mirvari, cavab C variantı, rahat yoxdur, stat yoxdur. Sözün sonundakı samitin kar və ya cingilti olduğunu necə müəyyən etmək olar? Təbii ki, saitlə başlanan şəkilçi artırmaqla. Məsələn, çəkic sözü, çəkic tutaq ki, çəkic çınla tələffüz olunur, amma çəkicin deyəndə çəkicin, çəkicin demirik ki, çəkicin. O zaman müəyyən olunur ki, bunun yazılışı yəni cınla yazılır, çəkicin. Hansı sözdəki qalın dodaqlanan qapalı sait uzun tələffüz olunur? Baxın, burada da yazmaq lazım, mütləq yazmaq lazımdır. İmtahan zamanı adi şeydə, yəni səhv eləmək olmaz. Qalın dodaqlanan qapalı. Görək hansı hərf istəyir bizdən? A, I, O, U. Qalın istəyir, düzdürmü? Bunlar olmalıdır. Dodaqlanan olmalıdır. Dodaqlanan hansıdır? O, U, Ö, Ü. Deməli, biz buradan bunları silirik. Qapalı səhv elədim. A, I, O, U. Dodaqlanan O, U, Ö, Ü. Hansı sözdəki qalın dodaqlanan qapalı sait uzun tələffüz olunur? Dəqiq. Qalın saitlər A, I, O, U. Düzdür. Qalın olmalıdır. Dodaqlanan olmalıdır. Biz dodaqlanmayanları silməliyik. Bəli də düz silmişəm də. Niyə çaşıram ki? A, I, O, U. Dodaqlanan O, U, Ö, Ü. Bunları silirik. Və qapalı sait. Qapalı olmayan hansıdır? Qapalını gördüm mən bir anlıq çaşdım. Qapalı olmayanda O-dur, bunu da silirik. Deməli, bizdən U saitini istəyir. Nəsimi, səbuhi, cavab B variantı. Biraz çaşqınlıq yarandı. Bir də bunun qaydasını göstərək. Deməli, ümumiyyətlə biz saitləri yazırıq. A, I, O, U. Qalın saitlər. Birinci qalın istəyir, qalını yazdı. Dodaqlanandan sonra axtarırıq. Dodaqlanan olmayanları silirik. Burada da O, U, Ö, Ü dodaqlanandır. Deməli, bunlar dodaqlanan deyil. Ona görə bunu silirik. Sonra da bizdən qapalı, həm də həmən sait qapalı olmalıdır. Qapalı olmayanda O-dur, bunu silirik. Yəni, mərhələ. Sonra gəldi, demək, U qalır əlimizdə. Biz onun xüsusiyyətini bizdən istəyirik, biz də onu axtarırıq. O da səbuhi, cavab B variantı. Sonra, hansı sözdə kar samitlər yanaşı gəlmişdir? Taxta, xəstə, 90, cavab C variantı.
Burada d-yə çevrilir çünki. Ona görə bitki g-yə çevrilir. Köçkün, bitki, köçkün. Cavab D variantı X və S. Uzun saitli sözləri müəyyən edin. Həyat, inşaat, A uzanır, mübtəda, əmtə uzanır, mötəbər uzanır. 2, 5, 6. Cavab C. Hansı cərgədəki sözlərdə yalnız kar samitləri vardır? Şikəst, hafizə, çətir, burada r var. Ona görə bunu götürmürük. Çıxış, pətək, həsəd, t-yə çevrilir. Cavab B variantı. Məsələn, burada v var, n var, burada n var, burada z var, r var və s. Bunu silirik. Hansı sözlərdə cingiltili samit özünün kar qarşılığı kimi tələffüz olunur? Və burada cingiltilinin kar qarşılığı kimi. Cingiltili yəni kar kimi də özünün kar qarşılığı kimi tələffüz olunur. Aha, deməli. Möhtəşəm, möhtəşəm. Poladdan, orada t, d-yə çevrilir. 2, vüqarlı. Burada heç bir keçim müşahidə olunmur. Azad, azad. 4. 2, 4 möhtəşəm olduğu kimi, nəğməkar olduğu kimi. 2, 4, Y variantı. Hansı sözlərdə xaç diksiyası var? Çörəkçi var. Məqsəd yoxdur, iqtidar yoxdur, gərəksiz burada var, ürəkdən burada var. Deməli 2, 4, 5. 2, 4, 5 məqsəd. Yox, 2-ni silmişəm. Niyə götürəm ki, məqsəd 4, 5. Bir də 1, 4, 5. Bəli, A variantı. Variantları düz götürmüşəm, amma sonlarda artıq biraz tələsirəm. Cərgələrdən birində bütün sözlərdə qapalı sait uzun tələffüz olunur. Daxili, burada qapalı deyil, A uzanır. Azuqə, A uzanır. Ad-bad uzanma yoxdur. Abı yoxdur. Cənubi, müsibət, qənimət. Cavab Y variantı. Hansı cərgədəki hər iki sözə saitlə başlanan şəkilcə artırdıqda Ç, Y, Q-ğı əvəzlənməsi baş verir. Bulağın, mexanikin, mexanikdə olmur. Kələyin, filoloqun olmur. Bayrağın olmur. Yəni ki, qıyğı əvəzlənməsi baş verir ki, yox. Texnikdə heç olmur ümumiyyətlə. Bioloqun, burada da olmur. Böyüyün, baxın birinci deyir ardıcıllıqla özlə. Böyüyün, budağın uyğun gəlir. 83. 83. Nümunələrin birində Y səsi yoxdur. Böyük otaq, burada Y var. Böyük otaq, kömək etmək. Əri ağacı, iştirak etmək. Cavab D variantı. İştirak olduğu kimi qalır. Çiçək ətri. Hansı sözlərdə incə saitlərin hamısı iştirak edib? Deməli, incə saitlərin burada məsələn E yoxdur. Burada hamısı var. Burada E yoxdur. Məsələn, burada yenə E yoxdur. Burada yenə E yoxdur. Bəli. Ahəng qanuna tabi olmayan sözlər cərgəsini müəyyənləşdirin. Vəfalı, igidlik, məsələn, bunlar tabidir. Sakitlik bu tabi deyil. Meşədə tabidir. Şəhərlilər tabidir. Dünyada tabi deyil. Sahibkarlıq tabi deyil. Dənizçilər tabidir. Qəhrəman, kitabxana, iradə tabi deyil. Bir-bir demirəm də o hərflər biri qalındır, biri incədir. Məsələn, dənizçilər sözündə tabidir, çünki hamısı incədir. Sahibkarlıq sözündə məsələn A qalın, İ incədir. Səslərin sayı hərflərin sayının az olmaqla yanaşı tərkibində uzun tələffüz olunan sait var. Deməli, bu kimi sözlərdə səslərin sayı hərflərin sayından azdırsa mütləq bir dənə hansı bir hərf düşür. Və uzun tələffüz olunursa, burada eyni cinsli qoşa saitli sözlərdən söhbət gedir mütləq. Zoopark, təbə, inşaat bunların biri düşəcək, digəri uzun tələffüz olunacaq. Cavab Y variantı. Səslərin sayı burada da eyni məsələdir. Burada da D variantı. Təəssüf, mətbə, zoologiya. Hansı cərgədəki sözlərdə Q hərfi müxtəlif səsləri ifadə edir? Hülqum, maqnit, kisə qıdı, qonaq, məqsəd. Cavab B variantı. Nöqsan, reyting. Müxtəlif səsləri. Burada bəs reyting
nöqsan, reyting. Q hərfi müxtəlif səslər. Bəli, cavab B variantda reyting. Burada nöqsan, reyting. Ya burada çünki bu da Q səsini ifadə edir ona görə. Torpaq, işıq, qohum, qanad. Burada ikisində də Q səsini ifadə edir. Cərgələrin birində Q hərfi 3 müxtəlif səsini ifadə edir. Sak, qız, olduğu kimi yaqut, arıq. Burada arıq cavab A variantı olacaq. Çünki K, Q, X. Qəzet, dayaq, uzaq 2 dənədir. Daraq, aşiq 2 dənə. Q, daraq, daha doğrusu X, aşiq, K, balıq, yenə X. X və K. Üfüq, çomaq. K və Q burada da bu K, bu X, bu da K. Burada da 2 dənədir. Qanun, nöqsan, 9 Q və K-dır. Burada da qanun, nöqsan, bu K-dır. 9, bu da K-dır, digəri Q-dır. Biri fərqli vurğuya malikdir. Yazsalar, yazırlar, yazıblar, yazalar, yazmazlar. Burada cavab A variantıdır. Niyəsini deyirəm. Çünki, baxın, feillərdə dediyi biz deyirik ki, larlər cəm şəkilçisi feillərdə vurğu, isimlərdə vurğu qəbul eləyir. Amma feillərdə vurğu qəbul eləmir. 3 dənə yer istisna idi. Onlardan da biri şərt şəkilçisidir. Şərt əmr şuhudi keçmiş zamanda larlər vurğu qəbul edirdi. Burada da yazsalar şərtdir. Ona görə vurğu qəbul edir. Yəni bir daha deyirəm, feillərdə, isimlərdə vurğu qəbul edir, feillərdə etmir. Feillərdə 3 yer istisnadır ki, orada larlər vurğu qəbul edir. Hara idi? Şərt, əmr və şuhudi keçmiş zaman. Burada da şərtdir, şərt şəklidir. Ona görə də vurğu qəbul edib yazsalar. Amma yəni vurğu üçüncü hecadadır. Digərlərini isə yazırlar zamandır, yazıblar zamandır, yazalar. Burada arzudur. 2-yə düşüb, yazmazlar. Burada da ikinci hecəyə düşüb. Yazmazlar. Yəni qeyri-qəti gələcək zamanda inkardadır. Ona görə vurğu A-da fərqlənir. Hansı sözdə vurğu birinci hecəyə düşmür? Bilmirəm. Gülmədi, mamə inkarda ondan əvvələ düşür. Mamə inkarda ondan əvvələ düşür. Lisenziya İyadan əvvələ düşür adətən vurğu. Burada 2-dir, cavab C variantdır. Qəflətən, büsbütündə də vurğu 1-dədir. Sözlərdən birinin vurğusu düzgün göstərilməmişdir. Pasport, kombайн, qalaktika, bilsələr. Bilsələr göstərir. Burada da şərtdir. Ona görələr qəbul edib düzdür. Təcili bu uzanır, vurğu sona düşür. Təcili. Vurğunun yerini dəyişməklə mənası dəyişən sözlər alın, alın, qovurma, qovurma, dimdik, dimdik. Bunlar hər biri vurğusu dəyişməklə mənası dəyişir. Bir var alın, əmr formasında. Bir var alın, bunu həm alınmaq kimi də, alınmaq feili kimi də götürə bilərik. Həm insanın alını kimi də götürə bilərik. Və bunu yadda saxlayın ki, alın sözü həm də amonim sözdür. Yəni, alın, alınmaq feili olanda və insanın alını olanda amonim olur. Amma alın, əmr şəkli olanda bu amonimdə olmur. Yəni, bunu yada saxlayın. Həm amonim ola bilən sözdür, həm olmaya bilən sözdür. Qovurma, məsələn, qovurma sona düşəndə qovurma isim mənasındadır. Qovurma, qovurma. Əvvələ düşəndə isə inkardır. Dimdik sona düşəndə dimdik isimli, dimdik zərf əvvələ düşəndə. Cavab A variantı. Məsələn, sarı, burada sarı gəlin dəyişir, çəkmə dəyişir. Amma sarı hər halda sona düşəndə, yəni hər halda sona düşür sarı sözündə. İstəyir onu hansı nitq hissəsi götürürsən, götür. Sarı məsələn tərəf mənasında sona düşür, sarı rəng mənasında sona düşür və s. Bəzən düyün, qarını isə yalnız sona düşür, başqa cür fikirləşmək olmur. Məsələn, bəzən uzanma vasitəsilə mənası dəyişə bilər. Düyün vurğusu dəyişməklə mənası dəyişir. Düyün, düyün. Düyün deyə bilərik də biz, məsələn, nəyisə düymə mənasında. Düy feili var çünki. Düyün də ola bilər, amma qarı sonda olur, ona görə götürmürük. Vurma da dəyişir, alma da dəyişir, dəyirman sondadır. Dərin, dərin. Bu da dəyişir. Əlcəyi də sondadır, yorğun da sondadır. Dəyişmir. 94. Hansı dərgədəki bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür? Traktor, orden, medalda sondadır. Kimya, tarix, ədəbiyyat bunlarda sondadır. Kimyada əvvəldə bir dənə.
dünən, gömgöy, tərtəmiz. Cavab C variantı. Yalnız, yalnız. Burada hər ikisinə düşə bilər. Yalnız, yalnız, yalnız əvvələ düşəndə ədatdır, sona düşəndə sifətdir. Yalqız sifətdir. Ağımsov burada da sona düşür. Qalstuk əvvələ düşür. Bomboz əvvələ düşür. Sarımtıl sona düşür. Cərgələrin birindəki sözlərdə səslərin sayı hərflərin sayından az olmaqla yanaşı, burada da yenə eyni cinsli saitlərin biri düşəcək. Saat, bədii, cəmaat. Cavab C variantı. Digərlərində yoxdur. Baxarsınız. Sətirdən sətrə keçirmək üçün hecalara düzgün ayrılmamış sözləri müəyyən edin. Bədii. Bu düzgün deyil. Çünki sonda qala bilməz dedik tək sait. Dağıstan düzdür. Diaqram düzdür. Ana həmçinin saitin biri sonda qala bilməz. Cavab 1-4D variantı. Digər söz 5-də də tək qalıb. Nəyə görə 5 olmur? Ona görə ki, bu A ya bunun tərkibində qalacaq, ya da bunun tərkibində qalacaq. Yəni A ortada müstəqil qala bilməz ki, yəni sətrin sonunda saxlayan ya dia hissəsini saxlayacağam, ya dini saxlayacağam, aloqu keçirdəcəm. Ona görə di, aloq bu cür bu sizi çaşdırmasın. Vurğusu ilk hecəyə düşən sözləri müəyyən edin. Deməli, düstur, sanki, laureat sondadır deyə silirik. Şifer, təptəzə, linza. Cavab B variantı. Qubar, qoşmalı ikisinə də düşə bilər. Loqaritmdə sona düşür. Qubarda sona düşür. Qurğu, çiçək, limonat sondadır. Qardaş, külək, qarillada ikinci hecadadır. Digərlərində sondadır. T ilə yazılıb, D ilə tələffüz edilən sözlər cərgəsini müəyyən edin. Deməli, taxta, avtomat burada olduğu kimi qalır. Avtomat taxtada D çevrilib olduğu kimi qalır. Ehtiyat burada olduğu kimi qalır. Stadion olduğu kimi qalır. Doktor, xət. Dəftər D-yə çevrilir. D-yə çevrilir. D-yə çevrilir. Yastıq, astar, dəftər. C variantı. Mütəkkə burada C olur. Müştəri. Yəni bu çevrilir. Nöqtə. Q olur. 30 metal ehtimalda olduğu kimi qalır. Ehtimaldır, ehtiyacdır. Bunlar ehtişam, ehtimal, ehtiyac etsəm bunlar olduğu kimi qalır. Saitlə başlanan şəkil çatdırarkən qığız samitinə keçmir. Saitlə başlanan şəkil çatdırarkən əxlaqın məsələn A variantı. Torpağın, bayrağın, dayağın, pambığın bunlar keçir. Ahəng qanunu kökündəki son hecaya görə pozulan sözləri müəyyən edin. Baxın, sözün kökündən söhbət gedir. Diqqət edin. Qanun. Biz şəkilçilərə baxmayacaq. İyini silin elə bil ki. Burada hər ikisi qalındır. Yəni, qanun sonuncu şəkilçiyə görə, daha doğrusu hecaya görə, son hecaya görə qanun burada pozulmayıb. Paralel. Burada pozulub. Baxın, paralel sözün kökü A qalın E incə sonuncu hecaya görə 2. Summativ. Bunlar qalındır, i incə. Deməli, burada da sonuncu hecaya görə pozulub. Veteran sonuncu hecaya görə pozulub, çünki əvvəlkilər incədir. 2, 3, 4. Toponim, burada da həmçinin əvvəlkilər qalın, sonuncu incədir. Deməli, sonuncu hecaya görə pozulub. Tələb sözündə karı silin, çünki sözün kökü deyir. Tələb sözündə pozuntu yoxdur, 2 dənə hecadır, ikisi də incədir. Rahat sözün köküdür, nanı silin, çünki sözün kökünü istəyir. İkisi də qalındır, demək pozuntu yoxdur, silərik. 2, 3, 4, 5. Cavab A variantı. Klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Bütün saitləri eyni xüsusiyyətlərə malik sözdür. Məsələn, mənşə kimi. Mehtərlər E-ə eyni xüsusiyyətə malikdir. Evbəyev eyni xüsusiyyətə, Əliyətən eyni xüsusiyyətə. Burada məsələn i qapalıdır, ə açıqdır, eyni xüsusiyyətə malik deyil. Burada da A məsələn açıqdır, I qapalıdır, eyni xüsusiyyətə malik deyil. Amma digərlərində E ilə Ə məsələn həm incədir, həm dodaqlanmayandır, həm də açıqdır, eyni xüsusiyyətlərə malikdir. Hansı sözlərin yalnız ilk hecasının tərkibində açıq, qalın, dodaqlanmayan sait var? Bax, burada. Açıq, qalın, dodaqlanmayan. Burada A saitini nəzərdə tutur. A saitin açıq, qalın, dodaqlanmayan. Qalın saitlərdən, deməli, bunu da belə yaza bilərik. Bunu da tapmaq üçün A-nı nəzərdə tuturaq, sadəcə bunu belə yaza bilərik. Məsələn, qalın
A, I, O, U. Bunu tam müəyyən eləmək üçün də bu testlərdə, yəni rahat olan bir növün yazdığınız açıq olmalıdır. Biz qalınları o saat silirik. Dodaqlanmayan olmalıdır. Bir də o, ö nədir? Dodaqlanan düzdür. Demək bizim əlimizdən nə qaldı? Bir dənə A qaldı. A-nı istəyir. Deyir ki, hansı sözlərin yalnız ilk hecasının tərkibində açıq, qalın dodaq, yalnız ilk hecasının tərkibində açıq, qalın dodaqlanmayan sait var. Yəni A saiti bu sözlərin yalnız ilk hecasında olsun. Digərlərində A saiti olmasın. Mütləq şəkildə biz yadımızda saxlayın ki, bu kimi testlərdə tələffüzə baxmalıyıq. Bizdən sait istəyirsə, sait samit fərqi yoxdur. Yəni bunlar tələffüzə aid olan məsələdir. Bir neçə dənə məsələ var ki, ahəng qanunudur, hecadır, hərf tərkibidir. Hə, bunlar yazılışa baxılır, amma qalan digər şey fonetikada tələffüz üzərində aparılır. Biz ona görə zahirən baxsa aqronom sözünü götürməliyik. Deyəcək ki, burada bir dənədir, amma xeyr, belə deyil. Aqronomu götürmürük. Niyə? Çünki aqronom olur. O aya çevrilir. Burada 2 dənə A sait olur. Ona görə biz bunu silirik. Bizdən deyir ki, ilk hecasında olsun. Amonim o aya çevrilir. Belə zahirən baxanda heç 2-ni götürmürük. Amma tələffüzə baxıraq dedik. Amonim burada bəli bir dənə A olur. Alqoritm burada o aya çevrilir. Burada 2 dənədir. Bunu da götürmürük. Orbit o aya çevrilir. Burada bir dənə elə ilk hecada A olur. 2-ni götürdük, 4-ü götürdük. Mavzali burada da o aya çevrilir. 2A olur deyə götürmürük. Obyektiv o aya çevrilir. Bir dənə A olur. 2, 4, 6 cavab D variantı. Daha sonra son 3 səsinin tələffüzü eyni olan sözləri müəyyən edin. Qarşıdan, yollarla, aramdan, tufandan. Aha. Burada L-nıya çevrilir. La, nan kimi tələffüz olunur. Nan. Aramdan. Burada da həmçinin aramdan. Bir də tufandan. Tufandan. Cavab 2, 4, 5. Yəni yollarla, aramla, tufandan. 2, 4, 5 D variantı. Tərkibində kar samitlərin sayı çox olan sözlərdir. Kar samitlər tok 2 dənə deməli kar olacaq. Tokka. İxtira. Burada yox. Simic 3. Dadan çobud 5. Doşap 6. 1, 3, 5, 6. Cavab C variantı. Aha. Nöqtələrin yerinə hansı ifadələr yazılsa, yaranan cümlənin tərkibində kar samit olmaz. Bax, ərik, iridir. Bu olar. Əzik ola bilər. 2 də ola bilər. Niyə? Çünki bu y-ya çevriləcək. Çünki özündən sonra sait gəlib. Əzik ola bilər. Kar olmayacaq. Burada da ki, kar yoxdur. Amma aldıq 3-ü yazsaq, hər halda ərik aldıq, başqa bir şey yox deyə qı-xıya keçməlidir. Kar olacaq, bunu silirik. İrili xırdalıdır, x var burada. Bunu da yazsaq, yenə kar olacaq deyə silirik. Ağaclarında meyvə var, ərik. Ağacı da burada ç-ya çevriləcəkdir. Tələffüzdə ağaclarında. Burada da kar olacaq. Ona görə 1, 2, cavab B variantı. Sözlərdən birinin ilk hecasındakı sait uzun tələffüz olunur, vurğu ikinci hecəyə düşür və cavab A variantı xa-incəsinə. Məcburən, məlumatda heç uzanma yoxdur. Xüsusilə uzanır, vurğu idədir. Fauna. Burada da vurğudur, uzanma yoxdur. Fauna. Vurğusu ikinci hecəyə düşən sözləri müəyyən edin. Novruzgülü sondadır. Fikrimcə cacadən əvvələ düşür. Bir də lalədən əvvələ düşür. Ürəklə. 2, 5. Sənətçi də sondadır. Tumurcuq da sondadır. 2, 5. Cavab A variantı. Hansı sözlərdə hecalardan ikisi 2 şəkilçidən ibarətdir? Burada cavab Y variantı. Baxın. Salam, salamla, salamlaş. Hecalardan ikisi 2 şəkilçidən ibarətdir. Hə, ikisindən söhbət gedir. Salamlaş, D. İkisi 2 şəkilçidən. Yəni bir
Hecanın biri salamlaşdıq, laşdıq. Laş bir heca, dıq bir heca. Laş bir heca özü iki şəkilçidir. La və ş. Dıq bir heca özü də d, q. Yaxşı. Q şəxs sonluğudur da. Salamlaşdıq. D zamandır. Q isə şəxs sonluğu. Iq. Yəni biz salamlaşdıq. Cavab Y variantı. Digərlərində olmur da. Yəni burulğan, paylamaq, paylaya bilirsən, paylana bilirsən, amma bir dənə şəkilçi iki heca olur. Qoşulsunda yoxdur. Doğmalamaq olmur, elə doğmalaşmaq olur. Burada da yoxdur. Hansı bəndlərdəki sözlərdə k-yi, q-ğı əvəzlənməsi baş verir? Deməli, şərikə burada baş vermir, şəfəqə baş vermir. Elə cavab 2-4-dür. İşığın, işığımız, işığa, gəlməyin, gəlməyimiz, gəlməyiniz və s. 10. 110. Eyler-Venn diaqramı əsasında qapı sözündəki sahitlərlə bağlı doğru fikirləri müəyyən edin. Birinci sahit, yəni A sahitindən söhbət gedir. Qalındır, bəli qalındır. Amma bunu götürmürük, çünki bir burada olmalı idi. I da qalındır, açıqdır. Bu düzdür, çünki I qalındır. Dodaqlanmayandır. Bu da düzdür, hər ikisi dodaqlanmayandır. Qapalıdır. Bu da düzdür, çünki A qapalı deyil, açıqdır. Uzun tələffüz olunur, xeyr uzun tələffüz olunmur. 2, 3, 4. Hansı sözlərdə iki açıq sahit vardır? Rayihə, A və Ə 2 dənədir, I qapalıdır. Mədə 6, burada 3 dənə deyə bunu silirik. Yaşayan, yaşayan olur. Tələffüz zamanı yaşayan. Ona görə burada da qalır 2 dənə. Zəhmətkeşdə 1, 2, 3 dənədir. Baxçaya, burada da baxçıya olur. A olmur, I-ya çevrilir. Amma təəccüb sözündə Ə-nin biri düşür, 2 dənə olur. Bizdən isə 2 açıq sahit vardır. Deməli, təəccüb sözündə hansı sözlərdə 2 açıq sahit vardır? Bir dənə baxım. 6-ya baxım bir də. Aha, Ə üzr istəyirəm, Ü qalındır da, Ə düşür. Ü də qalın, burada bir dənə olur. Burada bir dənə olur. Deməli, Ə-nin biri düşür, Ü qapalıdır. Qalır bir dənə. Ona görə bunu da silirik. 1, 3, 5. Bu qədər əziz izləyicilər. Bu testin sonudur. Burada nəsə qarşılıqlı düşüb. Biz bunu işlədik, mən elə bilirəm. Baxın bir dənə. Hə, bu təkrar düşüb yəqin ki 103. Bəli, biz bunu işlədik. Tamam, bu qədər testimizin sonuna gəldik. İnşallah videolar sizin üçün faydalı olarsa, videoları bəyənib paylaşmağı unutmayın, bizə dəstək olmağı unutmayın. Siz də bizə dəstək olun ki, bu videoların ardı gəlsin inşallah. Çox sağ olun, izlədiyiniz üçün təşəkkürlər.